Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü vlogda bayram abu havasını evimizə gətirmişik. Bayram süfrəsinin ən sevilən şirniyyatlarından biri olan mutakini biz tərəfdə buna sigaret də deyilir. Qızımla birlikdə hazırladıq. Əsl bayram əhval-ruhiyyəsi yaşadıq və bu gözəl anları sizinlə bölüşmək istədik. Mutaki bişirmək həm asandır, həm də çox dadlıdır. Xəmirin hazırlanması, içliyin hazırlanması, daha sonra ona xüsusi forma verib, yuvarlayıb, soba listinə yığıram, daha sonra onu sobada bişirirəm. Hamısı böyük bir zövqdür, xüsusilə də əgər bunu sevdiklərinlə edirsənsə. Qızım da bu prosesdə mənə yaxından kömək etdi, onun üçün çox maraqlı və əyləncəli oldu. Mutakini hazırlamaq üçün mən 2 stəkan undan istifadə elədim. Hələ ki az miqdarda hazırladım. Nümunə üçün sınamaq istədik ki, görək necə alınır. Öncədən deyim ki, çox dadlı, ləzzətli alındı. İndi hazırlanma qaydasını sizinlə paylaşıram. Siz də bu reseptlə hazırlasanız, əminəm ki, çox dadlı mutakiləriniz alınacaq. 2 dolu stəkan, stəkanın ölçüsü 200 mg idi. Un əlavə etdim. Üzərinə 1 çay qaşığı qabartma tozu və 1 çimdik duz əlavə elədim. Daha sonra yumurtanın ağını ayırdım. İçliyi üçün saxladım. Sarısını həmin qarışıma əlavə edib qarışdırdım. Və 4 xörək qaşığı gördüyünüz bu xamadan istifadə etdim. Əlavə eləyib xəmir yoğurdum. Gördüyünüz kimi belə yumşaq, ələ yapışmayan xəmir alındı. Onu strecə pükdüm və soyuducuda yarım saat saxladım. Həmin o yarım saat müddət ərzində də biz qızımla birlikdə içlik hazırladıq. Əvvəlki videolarda da bu haqda danışmışdım. Mən qoz ləpəsini bazardan almışam. 1 kiloqramının qiyməti 18 manat idi. Ağı idi, qabığı təmizlənmiş. Qabığını təmizləmək üçün qovurma üsulundan istifadə edilmişdi. Ona görə də dadı çox gözəl idi. Beləlik biz 1 kiloqram qozu qoz çəkən maşından keçirdik. Daha sonra lazım olan miqdarda götürüb üzərinə şəkər tozu əlavə edəcəyəm. 2 stəkan undan hazırladığım xəmir üçün bizə 1 dolu stəkan qoz ləpəsi və 1 dolu stəkan şəkər tozu lazımdır. Onları bir qaba əlavə edirəm. Əvvəlcə qoz ləpəsini, daha sonra şəkər tozunu əlavə edirəm və qarışdırıram. Daha sonra üzərinə 1 ədəd vanilin əlavə edirəm ki, daha təravətli olsun. Saxladığım yumurtanın ağını da mikser vasitəsilə yaxşı çalıram ağarana dək. Sonra həmin qarışımın üzərinə əlavə edib qarışdırıram. Budur, artıq mənim içliyim də hazırdır və gedirəm soyuducuda saxladığım artıq 30 dəqiqə müddətdir ki, saxlayıram. Xəmiri gətirirəm. Xəmirin strecini açıram, ona uzun forma verirəm ki, hissələrə ayırmaq daha asan olsun. Kənarlarını kəsib qızıma verirəm və daha sonra xəmiri 3 bərabər hissəyə ayırıram. Bərabər hissəyə ayırdığım kütlələri kündələyirəm, dairəvi forma verirəm və üzərini streclə örtürəm ki, qurumasın. Digər bir hissəni isə kündələyirəm, daha sonra onu oxlov vasitəsilə dairəvi forma verib açıram. Əslində xəmiri açmaqla aram yaxşı deyil, bu məndə yaxşı alınmır, amma yenə də nəsə etməyə çalışıram. Dostlar, mən ümumiyyətlə ana olmazdan əvvəl demək olar ki, yemək, şirniyyat bu işləri çox nadir hallarda edirdim, çox da sevmirdim mətbəxdə zaman keçirməyi. Ancaq ana olduqdan sonra mən rəsmi işimdən də ayrılmalı oldum. Ona görə də bu işləri görməyə başladım. Amma məndə çox yaxşı alınır. Hazırladığım yeməklər, şirniyyatlar çox ləzzətli alınır və evdə də hamı xoşlayır, tərifləyirlər ki, səndə bu yaxşı alınır. Mənim ana olmaq haqqında hisslərim çox dərindir. Ümumiyyətlə ana olmaq sözlərlə izah edilməsi çətin, amma hər anı möcüzə dolu bir hissdir. Bu təkcə övlad böyütmək deyil, həm də sevginin, fədakarlığın və sonsuz qayğının ən saf halıdır. Bəzən çətin olsa da bir uşağın sənin yanında böyüməyini, formalaşmağını görmək dünyanın ən böyük xoşbəxtliyidir. Hərdən isə ana səni sevirəm sözlərini eşitdiyində bütün yorğunluq unudulur. Mən də sizə söhbət edəndə videoda işin çox hissəsini gördüm. Açdığım xəmiri belə pizza dilimləri formasında hissələrə ayırıram. Hər bir hissənin yuxarı hissəsinə içlik yerləşdirirəm və daha sonra onları burma şəklində bükəcəyəm. Siz əgər mənim istifadə etdiyim miqdarda ərzaqlardan istifadə etsəniz, sizdə 36 ədəd mutaki alınacaq. İstəsəz resepti artıra bilərsiniz, ərzaqların miqdarını artıra bilərsiniz, onda sizdə daha çox alınacaq. Növbəti dəfələrdə mən
artırıb daha çox bişirməyi düşünürəm. Mən mutakiləri bükməzdən əvvəl mətbəxə keçdim, sobanı yandırdım, onu 180 dərəcədə alt üst rejimdə isinməyə qoydum. Soba listinə yağlı kağız sərmişəm və üzərinə bükdüyüm mutakiləri əlavə edirəm. Bükmə prosesini yekunlaşdırdıqdan sonra mən onu sobaya qoyuram və təxminən 20 dəqiqə müddətində bişir. Bunu ən aşağı hissəyə yerləşdirirəm sobada. Və altı qızarana qədər gözləyirəm, tez-tez baxıram ki, üstü qızarmasın. Biz belə ağ xoşlayırıq üzərini. Daha sonra onu şəkər pudrası ilə pudralayacağam. Artıq hazırdır. Mən onu təmiz dəsmalın üzərinə yığıram və soymasını gözləyirəm. Biraz soyduqdan sonra şəkər pudrası ilə yaxşı pudralayıram. Bu zaman üstü ağ olur, daha estetik görünüş verir. Birinin dadına baxıram, inanılmaz dadlıdır. Çox yumuşaq, içi xırçıltılı. Qat-qat xəmirə bənzəyir, çox dadlı alındı. Siz də bu reseptlə hazırlaya bilərsiniz. İsə hələlik dostlar, növbəti videolarda görüşənə qədər. Siz də mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın.